Binəvər deyir, mən getdim həccə, Allah həcci nəsib eləsin. Gəldim gördüm Kəbə evinin ətrafında 2 dənə xanım söhbət edir, 2 qız xanım söhbət edir. Gördüm Kəbə evinin yanında İmam Həsənin vaxtında idi artıq da. İmam Həsənin vaxtında bilirsiniz, minbərlərdən lənət oxunurdu. Muaviyyənin vaxtı idi, lənətlər oxunurdu, Əmirül-Möminin adını çəkmək olar. Gördüm xanımlardan biri bir-birinin o birisi ilə söhbət edir. Qaydır la və haqqıl muntəxəb muntəcəb bil vəsiyyə, and olsun Əlinin canına belədir. Gördüm Əlidən danışır. Yaxınlaşdım buna, dedim xanım, sən kimi deyirsən? Dedi Əlini deyirəm. Dedi burada Kəbibin yanında Əlidən danışırsan? Əlinin adını çəkmək olar Kəbibin yanında? Gördüm daha da coşa gəldi. Dedi zalikə vallah aləmul əlam, and olsun Allaha ki o hidayət pərçəmidir. O da Əlini sevən idi o adam. Babul əhkam, ilahi hökümlərinin qapısıdır. Əli ilahi hökümlərin qapısıdır. Qapını qoydular, yandırdılar. Qasimul cənnə və nar, qatilul kuffar vəl fuccar, kafirləri öldürən və Rəbbaniyul ümmə, rəisul əyimmə, zalikə əmirul müminin və imamul muslimin saydı. Ondan sonra qayıtdı, qız sən kimsən belə? Dedi mən şəhid qızıyam. Sıffeyində atam şəhid oldu. Əmirul müminin yanında. Dedi bala bir danış görüm, başqa söhbətlərə də elə mənə, xoşu gəldi. Dedi bir gün atam şəhid olandan sonra Əmirül Möminin gəldi bizim qapımızı döydü. Dedi anam çıxdı. Dedi üzünü tutdu, dedi ki bu evin balalarından, bu yetim balalardan nə xəbər? Dedi filan dedi bəli. Dedi biz 2 bacıydıq. Dedi mənim gözlərim kör idi. Mənim gözlərim görmürdü. Dedi anam ikisimizi də gətirdi. Deyir elə ki anam ikisimizi gətirdi, Əmirül Möminin bizi görən kimi bir dənə ah çəkdi. Çünki taqəti yox idi yetim balaları görməyə. Əmirül Möminin bir dənə haləti var idi. Harda yetim görsə dizləri düşərdi yerə. Mən oxumuşam ama yetim balaları görəndə əylərdi yerə, qaldırardı çiyninə. Dözə bilmirdi də, yəni yetim uşaq görənmirdi. Deyir bizi nəvaziş elədi. Ondan sonra anam dedi ki mənim balamın gözləri görmür. Deyir məni dedi. Deyir nə oldu ki? Deyir ondan sonra deyir Əmirül Möminin gətirdi qoydu əllərini gözümün üstünə. Dedi bismillah. Çəkdi bir dənə əllərini.